Yaxşı olanlar var, Allah salamat eləsin, ölənləri də Allah rəhmət eləsin, şəhid oldular. İndi bizim işimizdə məsələn Elişən gəldi bura atası ilə, qardaşları da buradadır, Allah salamat eləsin. Böyük hünər göstərdilər, iştirak elədilər və tədris cəmaatından da dönmədilər, dayananlar oldu. Elə adamlar oldu ki, mən onları görəndə elə belə baxdım. Düşmən qabağından qaçmağın özü lab alçaqlıqda dayanmaq deməkdir. İstəyir dini qanunda, istəyir ki, elə dövləti qanunda. İnsan öz vətənini qorumaqdan böyük bir yüksək yeri yoxdur. Şəhid olar, eybi yoxdur. Şəhidə Allah da yer verib, bəndə də yer verir. Qaçmaq, tüheyl həyata düşmək özünü və cəmaatını bədbaxt edir. Sadıq əmi, üzr istəyirəm, sözü çəkərdim. Gəldiyi yerdə çox adam vardı. Nə üçün Elişən gəldi? 1000 dənə Elişənlər vardı, qoy 5 dənə Elişən də gələydi, ayrısı da gələydi. Bunun özü oradan bura gəlmək böyük haqqa saldı. Elə belə düşünmək lazım deyil ki, məsələn, gəlib Elişən Gəncədən gəlib bura. Və mənim evimdəki durub getmir axı. İndi ona görə o böyük qiymətli haqqa saldı ki, o boyda iş, sən durub gələsən oradan bura sədrəyi müdafiə elə bəyə, bu qeyrətli oğlandır. Bunun qeyrətinə heç şübhə yoxdur. Bunun danışığı yoxdur. Ondan sonra bizim öz yerlərimiz, Naxçıvanlar, Ordubadlılar, Nuraşınlılar iştirak elədilər. Mənim evim dağın dibində idi. Bir açıq həyatda elə belə qərəmi güllə yağırdı, az idi məsafə. Hava yolu bəlkə də bir 300 metr yox oldu. Vururdular qərəmi. Naxçıvanlı da vardı, Nuraşından da vardı, Ordubaddan da vardı, qıraq yerdən də vardı. Bunlar var, öz oblastımızda düz, yaxındır bu adam. Amma Gəncədən gəlmək başqa şeydir tamamilə. Sizin evinizin döyülməsi nə vaxtdan səngiməyə başladı? Bəli. Sizin evinizin o güllə yağışları ilə döyülməsi deyirəm, nə vaxtdan səngiməyə başladı? O döyüşlərdən xatirinizdə qalanı var? Döyüşlərdən belədir ki, döyüşlər oldu, nə qədəm burada silahlar işləndi, onların tərəfindən, ermənilər tərəfindən. Nə oldusa buradan dərvənmədik. Allah əfiyyəddimdir, rəhmət eləsin. Əfiyyəddim bir kişi kimi qabaqda dayandı. Onun böyük əməyi var haqq hesabda. Çox köməkli elədi bizə hər sahədə. Elə onun işimizə gəlməyi böyük haqq hesabdır. Sonra da ki, xırda yenə vuruldular, baxdılar, əhəmiyyəti yoxdur. Azərbaycanın bəzi bu satqınları gəldi bura, kəndi qaçırsınlar, versinlər. Oranın fikirləri oydu. Məsələn, heç bir şey nə mənası var ki, insan bir adamın qeyrəti olmasa, qeyrəti olmayandan sonra istəyir padişah olsun, əhəmiyyəti nədir? Məna yoxdur.